Salam. 2 dəfə, əslində 2 dəfə deməyəm, çox çəkmişəm. Sadəcə 2 dəfə yayınlayacağam bu haqda. Bilirsiniz ki, 2-3 gündür video yayınlaya bilmirəm. Bu videomda montaj falan eləmədən paylaşacağam. Yəni edit falan eləmədən paylaşacağam. Sadəcə mənim danışığım olacaq. Biraz sizlə söhbət eləmək istəyirəm. Dedim axı 2 dəfə paylaşacağım bu haqda sizlə. Bir yanım paylaşmaq istəyir, bir yanım paylaşmamaq istəyir. Qəribə bilmirəm. Düşüncələrimin içində itmişəm. Amma nə bilim, neysə. Çox belə düşünmək də istəmirəm. Dedim axı montaj falan eləmədən paylaşacağım. İstəyirəm ki, izləyəsiniz qabağa vermədən. Düşüncələrimin içində itmişəm. Qarışıq duyğular içərisindəyəm. Biri bizə qulaq asır deyəsən. Evet. Heyecanlıyam ama olacaqlardan ötürü, amma nə bilim, bir yanımda qəribədir. Həm səhərdən ürəyim belə qəribə bir narahatçılıq var. Ürəyimdə qəribə bir narahatçılıq var. Bu videonu əslində ona görə çəkirəm ki, hər şey qaydasındadır. Hər pis günün bir sabahı var. Biri bizə qulaq asır deyəsən. Heç nə belə. Nə bilim, belə söhbət eləmək istədim sizlə biraz. Biri bizə qulaq asır deyəsən. Neysə, belə. Hər şey yaxşı olacaq. Bu müddətdə sizin dəstəyinizə ehtiyacım var. Bilmirəm, mən Instagramdan izləyənlər bilər ya yox. Mən linçlənirəm Instagramda hər gün. Demək olar ki, mənasız şeylərə, özdə boş-boş şeylərə və mən linçləyən həmcinslərimdir. Neysə, belə söhbət eləmək istədim sizlə biraz.